Salam hər kəsə. Bu videoda sizə 9-cu sinif Unit 5-6-nı əhatə edən hazırladığım bir sınavın testlərinə baxacaq və onları izah edəcəm. Və onu deyim ki, bu sınav MİQ və sertifikasiya üçündür. 9-cu sinif Unit 5-6-nı əhatə edir. Oxuyub anlama testləri ilə bir yerdə. Və onu xatırladım ki, sizə may ayının birindən artıq bizim sürət paket qruplarımız başlayır. Sürət paket qruplarında nələrdir? Sınavlar işləyəcəksiniz. Çoxlu izahları ilə bir yerdə və həmçinin bütün qaydaların, mövzuların, qrammatik qaydaların, digər testlərdən, vəsaitlərdən olan izahlarını da baxa biləcəksiniz və testlərini işləyə biləcəksiniz. May ayının birindən başlayır. Həftədə 5 dəfə olacaq. 5 dəfə mən sizinlə materiallar paylaşacağım. İdiom testləri, phrasal verb testləri, sınaq dərsliklərə aid testlər və təbii ki, bir də ümumi sınaqlar olacaq. Və əlaqə üçün, əlavə məlumat üçün isə 070 846 81 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ödəniş də 40 AZN olacaq. Belə, gəlin indi testlərin izahlarına baxaq. Birinci testimizə baxaq. Choose the variant with the wrong adjective order. Yanlış sifət sırası olan variantı biz seçməliyik. Biz bilirik ki, sifət sırasını hansı qaydaya əsasən götürəcəyik? Dossa komp qaydasına əsasən götürəcəyik. Dossa kompda birinci D nədir? Determiner gəlir. Təbii ki, gəlin sıralayaq. Determiner, opinion. Birinci esimiz size'dır, ölçüdür. İkinci esimiz shape'dir, formadır. Sonra age'dir, yəni yaşıdır. Daha sonra C color'dır, origin'dir, yəni mənşəyi, milliyyəti, material. Ən sonda isə purpose gələcək, yəni məqsəd gələcək. İndi gəlin baxaq. Biz səhvi seçməliyik. A variantından başlayaq. Z burada determiner'dir. Horrible opinion'dır, dəhşətli deməkdir. Tiny çox xırda, ölçü mənasındadır, size'dir. Daha sonra ancient yaşlı, qədim deməkdir. Brown color'dır. Egyptian origin'dır, yəni mənşədir. Leather material'dır. Yəni burada heç birisi wallet də pul kisəsi deməkdir, kaşlokdur, yəni isimdir. Bura qədər baxırıq, sıralamada heç bir pozğunluq yoxdur, doğrudur. B variantına baxırıq. Adorable, yəni ən burada determiner'dir. Determiner bilir ki, artikeldir, yəli əvəzlidir, işarə əvəzlidir. Bunlar hamısı determiner, sayılardır, numerası determiner sayılır. Adorable opinion'dır. Medium ölçüsü size'dir. Oval deməkdir, shape'dir. Orange color'dır. Leather dəridir, material'dır. Bəqdəki çanta. Burada baxırıq, heç bir sırada pozulma yoxdur. C variantına baxırıq. E determiner, dreadful opinion'dır, big size'dır, round shape'dir, new age'dir, green color'dır, what a purpose'dir. Yəni məqsədli şəkildə istifadə. Size, shape, baxırıq, big shape, burada da problem yoxdur. D variantında square shape'dir, artıq tiny size'dir. Burada artıq pozulmadır. Square kvadrat, tiny də çox xırda deməkdir, kiçik deməkdir, xırda. Burada artıq pozulma var. Çünki birinci size gəlməlidir, sonra shape olmalıdır. Ona görə testin doğru cavabı 1-də olacaq, D variantı. 2-də də problem yoxdur. Determiner, size, shape, age, yaşlı, vintage, silver, material, Mexican'da origin'dir. 1-də oldu D variantı. İkinci testimizə baxırıq. Baxırıq ki, boşdan sonra as, convincing as verilibsə artıq easily-dən sonra bilirik ki, üstünlük dərəcəsi, by far-dan sonra üstünlük dərəcəsi gəlir, slightly-dən sonra müqayisə dərəcəsi gəlir. Amma as, convincing as adi dərəcədir, nearly as, quite as, just as bilirik ki, 9-cu sinif dərsliyimizdə də burada yer verilib. Ona görə testin doğru cavabı olacaq C variantı. Üçüncü testə baxırıq, yenə adjective order'da düzgün sifətin sırasını seçməliyik. Weird opinion olacaq. Gigantic nəhəng size olacaq. Flat düz shape'dir. Old age'dir. Sonra origin bronze material'dir. Metaldakı metal shift mənasında gedəcək.
Metal sheet də burada purpose mənasında olacaq. Burada problem yoxdur. Heç bir problem yoxdur. 1 doğrudur. 2-yə baxırıq. Nice opinion. Medium olacaq size. Oval shape'dir. Modern yaşdır. Daha sonra orange color'dır. Leather materialdır. Brazilian'daki olacaq nə? Origin. Artıq burada pozulur sıra. Birinci origin gəlməlidir, sonra material. Mənşə, ondan sonra material gəlməlidir. 2 səhvdir, 2 olan variantları çıxırıq. 3-ə baxırıq. Adorable determiner'dir. Tiny, xırda. Bu olacaq size. New, yeni age. Burada da shape gəlib, round. Sonra color. Burada da səhvli size shape. Bilirik ki, DOS'a comp, SS, size shape qaydasına əsasən götürürük. Ona görə 3 də yanlışdır. Doğru cavabımız olacaq 1, 4. 4-ə baxaq, dəqiqləşdirək. Awful opinion'dır. Innermost size, square shape'dir. Age'dir, color'dır. Origin'dir. Sonra material'dır. Doğrudur. A variantı testinin doğru cavabı olacaq. 4-cü testə baxırıq. Yenə sifətin işlənməsi ilə bağlı doğru cavab baxacaq. 1-dən 2-yə baxanda görürük ki, eldest. Yadımızda saxlayırıq. Elder və eldesti bir cansız isimlərlə işlətməyəcək. Ona görə 1 yanlışdır, 1 çıxacaq. 1 olan variantları çıxır. 2 doğrudur. Çünki eldest yaşca böyük deyəndə insanları nəzərdə tutur. Mənim böyük qardaşım, böyük əmim insanları nəzərdə tutduğuna görə cansızlarla işlətməyəcək. 1 səhvdir, 2 doğrudur. 3 fascinating, bu cansızdır. Lecture mühazirə, ingli feil sifət işlənəcək. 3 doğrudur. 4 amma səhvdir. Çünki was fascinating yox, was fascinated olmalıydı. Çünki niyə? Audience, auditoriyanı nəzərdə tutulur. Yəni insanlıq toplusudur. Onun kəşflərindən fascinated, yəni təəccübləndilər. Bu mənaya gəlir. Heyrətə gəldilər. 2-3 olacaq. Onda da iyət şəklində, həm də burada demək, passive voice kimi də işlənə bilir məchul növdə. 5-ciyə baxırıq. Among all the candidates, he was, baxırıq ki, boşdan sonra the most persuasive, yəni üstünlük dərəcəsində gəlib. Üstünlük dərəcəsi is-dən sonra üstünlük dərəcəsi gəlir. Bir də by far-dan sonra üstünlük dərəcəsi gəlir. 1-6. Far-dan sonra müqayisə, even-dan sonra müqayisə. Too far-dan, too varsa adi dərəcə, just-dan sonra da həmçinin just as deyirik. Məsələn, adi dərəcə işlənməlidir. 6-cı testə baxırıq. Düzgün variantı istəyir. Absolutely expensive olmaz. Çünki expensive gradable adjectivedir. Yəni dərəcələnən adjectivedir. Absolutely isə non-graded, totally'dir, absolutely'dir, completely'dir. Bunlar üçün non-gradable-la işlənir. Ona görə 1 səhvdir. Absolutely'dən sonra non-gradable, yəni dərəcələnməyən gəlməlidir. 1-i çıxırıq. A-yə getdi. Priceless, bu da baha biçilməz, çox bahalı mənasında gedir. Bu da non-gradable'dır, yəni dərəcələnməyəndir. Dərəcələnməyəndirsə, artıq biz bunu müqayisə dərəcəsinə falan işlədə bilmərik. 3 doğrudur, completely wrong, wrong non-gradable'dır, completely'dən sonra non-gradable gəlir. 4 doğrudur, incredible non-gradable'dır, total'dan sonra non-gradable gəlir, yəni dərəcələnməyən gəlir. 5-dən 6 da doğrudur, çünki quite həm dərəcələnənlə işlənir, həm də dərəcələnməyən. Yəni empty non-gradable'dır, quite ilə verə bilərik. 4 gradable dərəcələnəndir, quite ilə verə bilərik. Quite hər biri ilə işlənir, ona görə doğru cavabımız B variantı olacaq. 3, 4, 5, 6. 7-ci testə baxırıq. Bizdən səhvi istəyir. Incorrect, free, non-gradable'dır. Veridən sonra non-gradable işlənə bilməz. Ona görə 1 səhvdir, 1-i çıxırıq. Elə 1-i çıxanda qaldı burada 2. 1 səhvdir, sorry. 1-i götürürük. Mən elə A variantlarını asan salmışam. 1 səhvdirsə, biz artıq 1-i götürməliyik. 1-i götürdük. 2 doğrudur. Bitdən sonra müqayisə dərəcəsi gəlir və iz yerdə müqayisədə 2-ni çıxırıq. Any cheaper, 3-dən sonra, any'dən sonra müqayisə dərəcəsi gəlir. Ona görə də any'ni biz götürməyəcəyik. Çünki bizdən səhv istəyir, amma bu doğrudur. Even'dan sonra müqayisə dərəcəsi gəlir. More expensive müqayisədə doğrudur. Expensive. 5 də səhvdir. Çünki fairly'dən sonra non-gradable yox, gradable gəlməlidir. Fairly veriyə bərabərdir.
Veridən sonra dərəcələrindən gəldiyinə görə, ona görə fairdən sonra dərəcələrindən gəlməlidir. Doğru cavabımız olacaq C variantı. 8-ci testə baxırıq. Choose the sentences with ungradable adjective. Dərəcələnməyən sifətlər olan cümlələri seçməliyik. Məsələn, dərəcələnməyən absolutely false. False nə deməkdir? Çox çirkli deməkdir. Dərəcələnmir. 4 dərəcələnmir, amma false yox. Biri götürürük. 2-də baxırıq. Bəli, necessary dərəcələnmir. Important dərəcələnir, amma necessary yox. 3-də delighted çox məmnun. Bu da dərəcələnmir. Pleased dərəcələnir, amma delighted yox. 4-də tired dərəcələnir. Onun dərəcələnməyən versiyası exhausteddir. Pleased məmnun dərəcələnir. Dərəcələnməyən versiyası delighteddir. Və sonuncu scared qorxmuş dərəcələnir. Dərəcələnməyən versiyası isə terrifieddir. Doğru cavabımız olacaq 1, 2, 3 D variantı. 9-cu testə baxırıq. Məchul növdə olan cümlələri seçməliyik. 1-ə baxırıq məchul növdür. Çünki used to-nun məchul növü özündən sonra be, feil 3-cü formada verməklə düzəlir. 1 doğrudur. 2-ciyə baxırıq. Once the new regulations are implemented, many resources will be able to be accessed doğrudur. Modal feillərdən sonra be veririk, sonra feil 3-cü formasında doğrudur, dərəcələnir. 3-də in order to comply with international standards, all safety products have to be reviewed. Bəli, doğrudur. Have to-dan sonra be, sonra feil 3-cü formada. 4 isə yanlışdır. 4-də məchul növ yoxdur. Have been able to bitmişsə, indiki bitmişdir. Sonra verilməlidir to be resolved. Bu cür olmalıydı. Ona görə 4 səhvdir, amma 1, 2, 3 məchuldadır. 10-cu testə baxırıq. Doğru variantı seçməliyik. Boşluqdan sonra tamamlıq yoxdur. Tamamlıq yoxdursa by the deadline var. Və submit də belə deyək də qeydiyyatdan keçirtmək deməkdir. Və submit də təsirli feil olduğuna görə özündən sonra tamamlıq istəyir. Tamamlıq yoxdursa, demək bu məchulda olmalıdır. Modal feil var. Modal feilində məchul necə düzəlir? Modal feildən sonra be-ni veririk. Feilimizi də 3-cü formada Y variantı doğru olacaq. 11-ci testə baxırıq. Verilmiş cümlənin düzgün məchul növünü tapmalıyıq. Birinci tamamlığımızı tapaq. Xəbərimiz was installingdir. Tamamlıq da the new security systemsdir. Cümləmiz the new security systemsdən başlamalıdır. C ilə Y ilə başlayıb səhvdir. Və baxırıq ki, was installing keçmiş davam edici zamandadırsa, were-dən sonra being verməliyib. A-da being verilib səhvdir. D-də də yoxdur ümumiyyətlə being. Ona görə doğru cavabımız olacaq B variantı, were being installed. 12-ci testə baxırıq. That are not in the passive voice. Məchul növdə olmayan cümlələri seçməliyik. Olmayan. Have you been to the city recognized as the cultural capital of the region? Bəli, məchul növdə deyil. Niyə? Have you been? Sən olmusan. Bu normal, məlum be feilidir. Be feili bilirik ki, özü məchul növdə işlənmir. Be-dir, become. Recognized as a cultural capital. Bu isə P2-dir, participle to-dur. Bu məchul növ deyil. Deyir ki, regionun mədəni paytaxtı kimi tanınan deyir, şəhərdə olmuşsan. Bir məchul növ deyil. 2-də was that unusual Chinese ways made during the Qing dynasty. Bu məchul növdür. Baxın, əgər to be-dən sonra işarə əvəzliyi gəlib, işarə əvəzli zis-sət, zis-so, sonra birbaşa sifət isim ya da birbaşa isim gəlirsə, yəni artiklsız gəlirsə, İşarə əvəzli to be ilə başlayıb, işarə əvəzliyindən sonra article yoxdursa və cümlədə P2 varsa, birinci məchul növdür. Amma 3-ə baxın, to be-dən sonra işarə əvəzliyi verilib zis, article sonra isim gəlir. Yəni bu işarə əvəzliyindən sonra article gəlibsə, artıq bu organize burada feili sifət 2-dir, P2-dir. Bu məchul növ deyil. Yəni deyil, bunu normal nəqli cümləyə çevirsə necə verərik? Were this the charity nəqli cümləyə çevirəndə this were verərik də, düzdür. Onda were ilə organize ayrı düşür. Demək bu məchul növ deyil. 4-cüyə baxırıq. Is the special organization for children dedicated to? Bəli, burada məchulluq var. Is dedicated. Burada problem yoxdur. 5-ciyə baxırıq. Is the contest held yesterday for the children under 10? Bu məchul neyil? Yesterday var. Əgər burada held məchul növün feili olsaydı, burada is yox, was olardı. Ona görə bu məchul növ deyil. Deyir ki, dünən keçirilmiş yarış
10 yaşından aşağı uşaqlar üçündür. Belə nəzərdə tutulub. Is the contest held yesterday? Dünən keçirilmiş yarış üçündür. Yəni burada məhculluq yoxdur. 1, 3, 5 C variantı. Hardan biləcək? Ya tərcümə ilə, ya da ki, baxın, yesterday keçmiş zamandadırsa, onda burada is yox, was olmalıdır. Əgər məhcul növdə olsaydı, məhcul növdə deyilmiş. C variantı doğrudur. 13-ə baxırıq, gəldik, çıxdıq demək, oxuyub anlama testlərinə. Match the phrasal verb to their definition. Phrasal verblər definitionla uzlaşdırmalıyıq. To step back, yəni dayanıb bir geriyə baxmaq deməkdir. Nəsə bir pauza verməkdir və nəyisə yenidən başlamaq mənasına gedir. 1-ə gedəcək C, to pause and stop mənasında. Get acquainted, tanış olmaq, to become familiar with, 2-yə gedəcək A. Stick to something də nəyisə dəyişmədən bir şeyə yapışıb qalmaqda, yəni monoton bir iş görmək. Ancaq elə bir şeydən yapışmaqda, yenilik istəmir, başqa bir plan, başqa bir ideya falan istəmir. Bir plandan yapışıb qalıb, bir ideyadan yapışıb qalıb, onda deyir to stick to something. C, A, B, D variantı doğru olacaq. 14-cü testə baxırıq. She prefers to hang out with her colleagues after the work. O işdən sonra iş yoldaşlarıyla əylənməyi, gəzib əylənməyi üstün tutur. Çünki onun profesional münasibətlərini gücləndirməyə kömək edir. Deal with öhdəsindən gəlməkdir, mənasına uyğun gəlmir. Involve in nəyisə cəlb olmaq, cəlb etmək. Step back, bayaq dediyimiz kimi dayanıb bir geriyə baxmaq mənasına gedir. Get acquainted də tanış olmaq, amma burada isə nə deyir? Kollegaları ilə hang out edir. Kollegalardan get acquainted olmaz. Çünki kolleganı zaten tanıyır da, bir də o niyə tanısın ki? 15-ə baxaq, söz önlər. Deyir ki, to her unexpected announcement that she was moving to another country left, hər kəsi şok içində qoydu, təəccüb içərisində. In shock. 9-cu sinif dərsliyinin söz önləridir. The little girl was wrapped in, cozy, rahat, balaca qız çox rahat, yumuşaq bir adyalın içərisində büküldü. İçinə qoyub bükülüksə nəyisə, onda in olacaq. Demək, ikinciyə in. 3-dəki searchdən sonra bilirik ki, for işlənir. In, for, A variantı testin doğru cavabıdır. 16-cı testə baxırıq. 16-cı testdə it's easy to express feelings. Hisslərini nəyinsə vasitəsilə ifadə etmək təbii ki, through gedəcək. Through body language. 17-ci testə baxırıq. Faint, özünü halsız hiss etmək mənasında gedir. To faint, özünü halsız edib, ürəyə getmək mənasında gedir. Yəni, şuursuz vəziyyəti olmaq, şoka düşmək kimi də işlənir. 1-ə gedəcək C. To suddenly lose consciousness, şuurunu itirmək qəfildən. Fetch nəyisə, kimisə gedib gətirmək deməkdir. 2-yə gedəcək B. To go and bring something or someone back. To fail-dəki uğursuz olmaq deməkdir. To not succeed in achieving something, nədəsə uğur qazanmamaq. 3-ə də gedəcək A. C, B, A olacaq B variantı. 18-ci testə baxırıq. Definitionlarında envy, paxıllıq deməkdir. Yəni, qısqanclıq, paxıllıq, həsəd, a feeling of jealousy. 1-ə gedəcək B. Outcome, nəticə deməkdir. Sonluq, nəyəsə, consequence, result, sinonimdə. 2-yə gedəcək A. Cue the signal or prompt that guides someone to take an action, indicate the next step. Often in a performance or active cue, yəni bir siqnaldır, bir promptdur, bir hardasa ilə cluedur, bir ipucu kimi bir şeydir ki, hansı ki sənə bələdçilik edir ki, növbəti bir addım atasan, bir siqnaldır. B, A, C, Y variantı doğru olacaq. 19-cu testə baxırıq, artıq oxuyub anlama testlərinə gəldik. 19-cu testdə biz cümləni tamamlamalıyıq. Baxırıq, many scientists believe that, çox alim inanır ki, düşünür ki, aliens, yad planetlər could exist somewhere in the universe. Kainatın hər hansısa bir yerində mövcuddur. Yəni, çox, əksəriyyət alimlər inanır ki, nəyə inanır? Yəni, aliens'in, yəni yad planetlilərin kainatın hər hansısa bir yerində exist mövcuddur. Sonra A-da deyir ki, their communication methods might be completely. Cümlənin ardınca, baxın, normalda bu mürəkkəb cümlədir və burada vergül var, düzdür. Mürəkkəb cümlə vergül varsa və bizə verilən cümlədə bağlayıcılı cümlə deyilsə, bağlayıcı yoxdursa,
onda biz bu vergüldən sonra mütləq şəkildə ya bağlayıcı verməliyik, ya da P1 şəklində feilin sonuna ing artırıb verməliyik. Belə bir variant, məsələn, A-da yoxdur, bağlayıcı yoxdur, çıxıram. B-də var Z, bunu saxlayıram. C variantında sparking imagination around the world. Aha, bu ola bilər. Baxın, ingli feillə başlayıb. Amma mənasına uyğun gəlmir. Deyir ki, sparking imagination dünyanın ətrafına imagination, öz təsəvvürlərini yayaraq, saçaraq. Bu nə mənaya gedir ki? Bu səhvdir, yəni heç bir mənası yoxdur. Y variantında capable of traveling across vast distances in space. Kosmosun geniş deyir, distances, uzaq məsafələrində səyahət etmək bacarığı olan. Bu da yanlışdır, səhvdir, uyğun getmir. İndi qaldı B-dir. D-B variantı səhvdir. Niyə görə səhvdir? Birincisi Z-dən əvvəl vergül olmaz. İkincisi də ki, əgər Z-dən əvvəl biz Z-i vermişiksə, demək bu universe təyin edir. Universe təkdə də onda xəbər tək olar. Amma əsas odur ki, Z-dən əvvəl vergül olmaz və cümləmizdə də vergül var. Demək doğru cavab D-dir. Deyir ki, amma hələ də have to find definite evidence of their presence. Amma hələ də onların varlığı haqqında dəqiq bir məlumat tapmayıblar. Yəni, yet burada işləmsə, onu inkarlıq bildir. Amma hələ də dəqiq bir şey tapmayıblar. Ona görə D variantı doğrudur. 20-ci testə baxırıq. 20-ci testdə bizim dialoqumuzdur. Nə deyir? Deyir ki, I just saw a news article claiming that a certain diet can cure all diseases. Deyir ki, mən təzəcə bilmişəm ki, təzəcə bir məqalədə gördüm ki, xəbər məqaləsində gördüm ki, müəyyən bir diyet, pəhriz bütün xəstəlikləri sağalda bilər. Do you think it's true? Səncə bu doğrudur? Aha, görə nə deyir? You are right. Sonra bu nə deyirsə, deyir, sən doğrusan. I guess I should look for more scientific studies and experts' opinions to verify it. Sən düz deyirsən. Məncə mən daha çox elmi tədqiqatları və yaxud da ekspertləri təsdiqləmək üçün, yəni bunun doğru olduğunu əmin olmaq üçün onların gərək tədqiqatlarını araşdırmaq. Deyir, əlbəttə, critical thinking helps us make better decision by questioning information and considering all the facts. Deyir, əlbəttə, critical thinking, yəni məntiqi düşüncə, kritik düşüncə, tənqidi düşüncə daha doğrusu, bizim deyir o məlumatları və yaxud da ki, hesab olunan o bütün faktları sorğulamaqda, daha qərar verməkdə, yəni sorğulamaqla onlara daha yaxşı qərar verməkdə kömək edir. İndi görək nə deyir? A-da deyir ki, I wouldn't believe it right away. Mən yəni tam inanmıram. It's important to think critically and check the sources before jumping to conclusion. Bəli, A variant doğru. Deyir, mən tam inanmıram. Çünki deyir ki, kritik, tənqidi düşünmək deyir, vacibdir və deyir, nəticəyə, sonluğa tullanmamışdan əvvəl, yəni sonluğa gəlib çatmamışdan əvvəl hələ bir o mənbələri yoxlamaq lazımdır. Bəli, onu da deyir ki, hə, düz deyirsən, mən gərək daha elmi tədqiqatları araşdıram. Ona görə A variant doğrudur. Belə deyir ki, yaxşı fikirdir. Bir neçə dostumdan da soruşacağım falan filan. Bu ümumiyyətlə səhvdir, digərindən uyğun gəlmir. Deyir ki, əlbəttə deyir, critical thinking-i istifadə etmək, exactly deyir, doğrudur. Using critical, bu buna doğru deyirsə, bu təzədən niyə bu deyir ki, sən doğrusan, gərək mən elmi tədqiqatları araşdırım. Axı bu ona əks fikir deyir, ona görə C səhvdir. Daha sonra Y-də yenə you are right, doğrusan deyə bilməz. Çünki bu ona qarşı çıxır. Deyir ki, gərək bir araşdırasan, ona görə you are right deyə bilməz. D variantı deyir ki, mənlə bir məhsulu, bizim deyir, çəki azaltmamıza kömək edən bir məhsulu vurğulandığını gördüm elanda. Deyir, səncə bu həqiqətdir. Bu da deyə bilər, you are right. Xeyr, bu da tamam fərqli bir mövzudur. Ona görə A variantı doğrudur. Gəldi, çıxdıq 21-ə. 21-də dialoq quracaq. 21-də doğru cavabımız C-dir. 3 ilə başlayacaq. Do you watch a lot of TV or are you more into streaming services these days? Deyirsən, bu aralar çoxlu televizora baxırsan və yaxud da ki, bu günlərdə to be into nəyəsə maraqdır da. Streaming, yəni o efirdə olan o streaming yayınlanan deyir, o xidmətlərə nəsə maraqlı salmısan. Bir də deyir ki, I mostly watch streaming services now. There is much variety and I can watch whatever and want whenever I want. Deyir, hə, mən ən çox streaming o, yəni servisiz həmin onlayn xidmətlər kimi gedir də. Ən çox onlara baxıram. Orada daha çox variety, yəni çeşid çoxdur.
Nə istəyirəmsə, nə zaman istəyirəmsə baxıram. Daha sonra deyir 2-də that's true doğrudur, amma bəzən I miss traditional TV shows with a set schedule, amma deyir bəzən normal televizor ənənəvidə, yəni televizor verilişləri üçün darıxıram. It was nice to know when a new episode was coming out. Deyir ki, yeni bir epizodun nə zaman gələcəyini bilmək çox maraqlı olurdu, çox yaxşı olurdu. Sonra deyir 5, yeah, I get that, deyir bilirəm, yəni mən başa düşürəm. Some live shows and events like sports are better on traditional TV too. Deyir bəzi canlı verilişlər və yaxud da ki, eventlər, məsələn idman kimi bunlar ənənəvi televizorda izləmək daha yaxşıdır. O da deyir, əlbəttə, I guess both have their advantage. Məncə deyir, hər birinin öz üstünlüyü var. Fərqi yoxdur, hansı əhval-ruhiyyədə olmağından, sənin əhvalın üçün uyğundurmu yoxsa yox, ondan asılı olaraq hər birinin öz üstünlüyü var. C variantı doğrudur. Streaming yəni online deməkdir. Online açıb baxırsan, istədiyin vaxt baxırsan, kanallar olur, online kanallar, internet kanalları və orada izlədiyimiz, məsələn, Netflix kimi. 22-yə baxırıq. 22-də demək cümlə qurmaqdır. Cümlə baxıram ki, çox da çətin cümlə deyil. Burada mən Z-yə görürəm, R görürəm, mənim köməyimə çatır. Demək, çox böyük ehtimalla 12, 11-dən başlayacaq. Zero, demək, sonra zero, many var. Məsələn, many-dən görürəmsə, 5-dən sonra cəmsim verməliyəm. There are many common sifətdir. 5, 1, common. Symptoms, simptomları. Nəyin? Məsələn, of, 4. Stress, yəni 4 burada. Stress, yəni stressin simptomları var. Stress. Daha sonra as, nə kimi? 10, 8. As saç yox, saç az olmalıydı. Ona görə 12, 1, artıq 12, 1, 6, 8, 10 olmalıdır. 8, saç əzlə saçı ayırmaq olmaz. Ona görə doğru cavab olacaq B. Elə burada saç əzi gördüksə, 8 ilə onu yan-yana vermək. 8 ilə 10 harada yoxdursa, onlar çıxırıq, qalır B variantı. Sonra 23-cü mətnə 23-ə gəlmişik. 23-də biz paraphrase etməliyik. Paraphrase-ə baxaq, yəni cümlənin sinonimini yazmalıyıq. Baxaq görək sinonimimiz nədir? Many factors such as time, resources and opinions of others influence the outcome of a decision. Baxaq, many factors like time, resources, the opinions of others and personal preferences greatly influence the outcome, especially when made. Bura kimi gəldi, doğrudur. Amma especially when made under pressure. Baxın, var burada. Xüsusən də təzyiq ediləndə, təzyiq altında olanda. Yoxdur, bu əlavə məlumatdır. Ona görə A səhvdir. Belə deyək ki, a variety of factors including time, resources, the views of others and even weather conditions var. Burada hətta deyir hava proqnozu. Hava proqnozu varmı? Yoxdur. Demək B səhvdir. C variantında deyir ki, the result of a decision based solely only'yə bərabər. Deyir, ancaq insanların digərlərinin fikirlərlə uzlaşır. O zamanla bağlı və ya resurslarla bağlı heç bir təsir yoxdur. Əksinə, zamandır, resursdur, bunların hamısının təsiri var. Burada da solely only deməkdir. Deyir ki, the outcome of choice depends on the amount of time, reason, not on what others think. Bu səs digərlərin düşüncələri ilə yox, səhvdir, amma deyir ki, digərlərin düşüncələri önəmlidir. Demək, doğru cavab Y-dir. Outcome-ı burada əvəz etmişik the result-la. Decision-ı əvəz, decision qalıb. Is affected, influence əvəz etmişik burada nə ilə? Affect-lə. Various factors, müxtəlif faktorlarla, various-lə, orada many-lə, hətta burada numerous deyəsə, including time daxil olmaqla, available resources and perspectives of others, digərlərin düşüncələri. Baxın, paraphrase edəndə cümləni çevirib nəyə? Məhsul növü. Paraphrase edəndə məhsul növünə yaza bilərik. Cümlənin tamamlığını tapırıq və tamamlığının sinonimini yazırıq və çalışırıq ki, o feillərin cümlədəki sözlərin sinonimini görək, düz qoyublarmı, yanlış qoyublarmı, əlavə məlumat varmı, əksik məlumat varmı, bunlara baxmalıyıq biz. Və paraphrase edərkən çox vaxt bəli, məhsul növü, məlum növü məhsula çevirib cavabda verirlər və yaxud da məlumu məhsula çevirməkdir, amma təbii ki, o cümlədəki sözlərin sinonimini yazmaq. Ona görə doğru cavabımız Y-dir.
Gəldi çıxdıq 24-də, idioma baxmalıyıq. If a scientist is described as pushing the boundaries, what does that imply about their work? Deyir, əgər bir alim bu cür öz işini görərkən push the boundaries edirsə, push the boundaries nə demək? Əlindən gələnin belə ən yaxşısını, öz potensialını, yəni o deyir, limitləri aşmaq, daha da belə, daha kreativ fikirlər etmək. Bunu edirsə, bu nə mənaya gəlir? Təbii ki, they are exploring new areas of science, elmin yeni ərazi, yeni yerlərini kəşf edir, hansı ki, that haven't been fully understood. Çox da deyir, başa düşülməyən yeni yerlərini, yeni aspektlərdən baxır. Bəli, B variantı. Burada deyir, ancaq traditional, ənənəvi axtarış metodlarından istifadə edir, yox, səhvdir. C-də deyir ki, limits, o məhdudiyyət, o nəzəriyyələrin deyir, o məhdudiyyətlər içərisinə qalır. Xeyr. D-də deyir ki, yeni risklər götürməkdən qaçır. Baxın, avoiding var. Bu artıq uzaqlaşır, qaçır, səhvdir. Qaçmır, əksinə üstünə gedir. Yeridir ki, digərlərin əsərlərini, işlərini daha doğrusu replicate edir. Yəni, digərlərin işlərini təkrarlayır. Bu da səhvdir. Daha sonra 25'e baxırıq. 25'də mətn paraqraf tamamlamadır. Paraqraf tamamlamaya baxırıq. Paraqraf tamamlamada nədir? Documentary filmsdən danışılır. Documentary films are a powerful way to explore real life stories and important issues. Deyir, sənədli filmlər real həyatı, baxın, real həyatdan danışırıq. Hekayələridir. Araşdırmaqda, vacib o məsələləri, problemləri araşdırmaqda ən güclü yoldur. Demək, documentaries real həyata əsaslanır. A-da deyir ki, documentary films are made with the intention of winning awards for visual effect. Yəni, heç əlaqəsi yoxdur burada. Tamam fərqli bir cümlədir. Sonra burada deyir ki, fictionallardan fərqli olaraq dokumentarylər əsasən məlumat verir, təsvirləndirir falan filan. Yəni, bununla əlaqəsi var, mükafat qazanmaqla. Deyir, bunlar ancaq mükafat qazanmaq niyyətlə vizual effektlərdən istifadə. Xeyr, əksinə vizual effektlərdən orada çox istifadə, çox effektli olmur sənədli filmlərdə. B-də deyir ki, intervyular vasitəsilə falan filan, they offer various viewpoints. Bu da səhvdir. Burada zaten by using interviews buradadır. Bu cümləni götürüb kopyalamışam, parafrez eləmişəm. Yəni, eyni mənaya gəlir. Yəni, tamam səhvdir, pozur işləri. C-də deyir ki, thrilling, create the most thrilling actions. Deyir, çox həyəcan verici actionlar olur orada. Xeyr, dokumentarydə action olmur. Burada deyir, real life storylərdən götürülür. D-də deyir, they provide audiences with factual, baxın, D-də ardınca deyir, real life-dır. Gerçək həyatdan götürür. Deyir, onlar auditoriyanı, yəni insanları factual, faktivi məlumatlarla, geniş topikləri olan, məsələn, tarixdir, mədəniyyətdir və ətraf mühitə faktiki məlumatlarla təmin edir. Yəni, real məlumatlarla. Yerdə deyir ki, çoxlu fictional plotlardan, xarakterlərdən ibarət olur. Xeyr, səhvdir, doğru cavabımız olacaq. D variantıdır. Fictional deyil, axı bu. Fictional özləri ayrıdır. 26-ya baxırıq, cümləni tamamlamalıyıq. Deyir, nənəmdən aldığım məsləhət mənim üçün çox pricelessdir, çox dəyərlidir, çox qiymətlidir. Hər zaman özümlə aparacam, daşıyacam, bu mənaya gəlib çıxır. 27-yə baxırıq, short passage-dir. Demək, mətnimizdə qısa mətndir. Mətnimiz də Queens kraliçalara aiddir. Queens krallara, daha doğrusu, kraliçalara, King kraldır, Queens də kraliçadır, danışa bilmədim. Baxaq görək burada hansı variant doğrudur. Baxaq görək. Burada bəli, doğru cavabdır. Deyir ki, Queens have significantly influenced culture, society shape. Baxın, burada son iki cümləni birləşdirmişəm. Və belə mətnlər düşə bilər. Son iki cümlə və yaxud arada iki cümləni birləşdir. Bir doğru variant kimi. Yəni, burada da danışılır. Have also played an important roles. Burada deyir ki, significantly influenced. Yəni, çox güclü təsirdir. Yəni, onun parafrez olmuş versiyasıdır. Belə deyir, çətinliklərə baxmayaraq, onlar geniş, immens, böyük maneələrin öhdəsindən gəlirlər. Burada o haqda məlumat yoxdur. Ona görə sadəcə onların belə tarix boyunca verdiyi contributionlardan, töhfələrindən, yəni dəstəklərindən danışılır. C-də deyir ki, çoxları nəinki öz idarəçinə görə, həm də vision, görünümünə görə və yaxud da ki, dəyişən vaxtda adaptasiya olunmaqlarına görə də xatırlanır. Burada o barədə yoxdur, yəni xatırlanmaqları barədə. D-də deyir ki, bu möhtəşəm qadınların hekayələri hər də dünyada insanları özünə cəlb etməyə
cəlb etməkdə davam edir. Yoxdur burada, yəni möhtəşəm qadınların legacy, irsləri, their legacies. Burada isə deyir hekayələri, bu da səhvdir. Y variantında deyir ki, onların hekayələri yenə hərədə qalıb, hekayədən danışılmır. Ona görə doğru cavab olacaq A variantı. 28-ə baxırıq. 28-də deyir ki, doğru cavabı seçin. Mətni oxuyacaq. Mətnə əsasən doğru cavabımız nədir? Elə uzun görsənməyinə baxmayın. Bu əsasən uzun mətnlərdən 3 sual olur, amma mən sizə bu mətndən 2 sual hazırlamışam. Burada da doğru cavabımız G-dir, yəni çətin mətn deyil. Sadəcə mətnlər biraz təbirli olmaq lazımdır oxuyanda. The researcher said people should swap watching TV for reading. Bəli, indi burada baxın, belə bir şey bilsiniz ki, keçmişik. Məsələn, yazıb ki, she, yəni C-11 deyir, bu da researcherdir. Suggested, təklif edir ki, people swap watching. Normalda, məsələn, görürsünüz, bura keçmiş, bura indikidə. Bu hansı qaydadır? Subjunctive mooddur. Subjunctive moodda nədir? Əsasən tövsiyə verir, təklif edir. Yəni, should-la deyir də. Biz hətta bura should swap-dır. Yəni, burada da yenə the researcher said, yəni she said, bunu deyir. People should swap watching TV for reading. İzləməyin əvəzinə nə etməlilər? İnsanlar oxumalılar. Burada mətndə daha çox oxuyan insanların ömrünün uzun olduğunu göstərir. Nə qədər doğrudur, bilmirik. 29-cu testimizə baxırıq. 29-a da bizdən nə istəyir? Baxaq. 29-da da deyir ki, what is significance of statement older individuals? Yəni, yaşlı insanlar, regardless, cinsindən asılı olmayaraq, regardless of o deməkdir. Cinsindən, sağlamlığından, var dövlətindən, təhsilindən asılı olmayaraq, show the survival advantage of reading books. Kitab oxumağın həyatda qalma üstünlüyünü göstərir. Yəni, deyir ki, bunun what is the significance, əhəmiyyəti nədir? Bunun mənası nə deməkdir? O deməkdir ki, reading improves survival chances irrespective of an individual's background. Bəli, deyir ki, oxuma insanın survival, yaşama şansını neyinir? Artırır. Yaşama şansını, daha çox yaşama şansı deyək də təklif edir, şansını artırır. Y variantı doğrudur. A-da deyir ki, ancaq zəngin insanlar üçün faydalıdır. B-də deyir ki, heç bir effekti yoxdur gənc generationda, yəni gənc insanlarda səhvdir. D variantında vurğulur ki, it highlights that reading is most beneficial for those with ancaq yüksək təhsil olan insanlar üçün faydalıdır, səhvdir. Y-də deyir ki, bu ifadə göstərir ki, oxuma xüsusilə ancaq təhsili az olan insanlar üçün faydalıdır, bu da səhvdir. Doğru cavabımız oldu, burada da B. Və sonuncu 30-cu testimizdə doğru cavabımız olacaq angle. Angle mənası ilə başqa bir baxış açısı, perspektiv deməkdir. Deyir ki, biznes baxımından, yəni biznes bucağından, angle bucaqlı, yəni biznes baxışından, digər biznes tərəfindən deyək də. New marketing, yeni bazar strategiyası, increase sales, satışlar necə edir? Əhəmiyyətli dərəcədə artırır. Sculptor, heykəltaraş, display, nümayiş demək, göstərmək mənası da var. Cue, bayaq demişdik, siqnal, ipucu. Canvasdakı canvaslı materialda o kətan materialı kimidir. Belə, əzizlərim, bu da oldu sınavımız. Yenə də 1 may paket sürət qrupuna qoşulmaq istəsəz, 070 846 81 91 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Hələlik özünüzə yaxşı baxın.